Hər vaxtınız xeyir olsun. Kanala abunə olub videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sual 2025-ci ildə martın 2-si 11-ci siniflərə buraxılış imtahanında salınıb. Belə bir tənlikdir. Tənliyi aşağı köçürüm ki, daha yaxşı görəsiniz. 4 sinus kvadrat x çıx 4 sinus x üstə gəl 1 bərabər 0. Bu 2 sinus x-in kvadratıdır. Çıx. Bunu belə parçalayaq. 2 vur 2 sinus x vur 1 üstə gəl 1-in kvadratı bərabərdir 0. Görürük ki, burada müxtəsər vurma düsturu yarandı. A çıx b-nin mötərizə kvadratı. A-nın yerində 2 sinus x dayanıb, b-nin yerində 1 dayanıb. Bunların fərqinin kvadratı 0-dırsa, belə çıxır ki, bunların fərqi də 0 olar. 2 sinus x 1-dir. O zaman sinus x olur 2-də 1 və x də olacaq mənfi 1 üstü k vur. Sinus 2-də 1-i 30 dərəcədə alır. 30 dərəcə pi bölü 6 deməkdir. Dövrümüz də pi k-dır. K da daxildir tam ədədlərə. Yəni düzgün cavab olacaq D variantı.